Birinci sual, hansı bərabərçi doğrudur? Yoxlayaq. A variantı. Kosinus pi, yəni kosinus 180 dərəcə. Kosinus 180 dərəcə -1 alır. Yəni 2 də 1-dən böyük deyil. Bu yanlış. B variantı yoxlayaq. 2 vurulsun sinus pi böl 6, yəni sinus 30 dərəcə. Üstəgəl kosinus 45'dir bu. Pi böl 4 bərabərdir. 2 vurulsun sinus 30 da 2 də 1 alır. Kosinus 45'in qiyməti 2'də kök altda 2'dir. Bərabərdir 1 üstəgəl 2'də kök altda 2. Yəni 1 tam 2'də kök altda 2 kimi yaza bilərik. Yəni 2'dən böyük deyil. C variantına baxsaq, sinus pi, əslində o sinus pi 180'dir yəni. O da 0'dır. 0'dan böyük deyil. D bəndi. Sinus pi böl 6, yəni sinus 30 üstəgəl sinus 45. 2 də 1 üstəgəl kök altda 2 böl 2 bərabərdir. 1 üstəgəl kök altda 2 böl 2. Sürət məxrəcdən, yəni bu 1 tam təqribi götürə bilərik. 1 üstəgəl 1 tam onda 4 bölsün 2. 2 tam onda 4 bölsün 2. Sürət məxrəcdən böyük olduğuna görə 1'dən böyükdür. Yəni bu da yanlışdır. E variantı. Kosinus pi böl 4, yəni kosinus 45 çıxsın kosinus 180. 45 2'də kök altda 2 qiyməti. Kosinus 180 -1, yəni üstəgəl 1. 1 tam bu da bayaq yuxarıda yazdığımız kimi yaza bilərəm. 1 tam 2'də kökdə 2. Yəni 1'dən böyükdür. Deməli doğru cavab E bəndi. E variantı. İkinci sual. M çoxluğu və N çoxluqları verilib, onların kəsişməsini soruşur. Sadə bir sualdır. Kəsişmə dediyimizdə ortaq qruplar götürməliyik. Deməli burada ortaq qruplar 6, 7, 6, 7. O zaman cavab A variantı olacaq. Üçüncü sual. Üçbucağın ABC tərəfləri üçün belə bir şərt verilib. Bu üçbucağın böyük hündürlüyünü tapın. Modul bilir ki, müsbətdir. 3 dənə modul ifadənin cəmi 0 olması üçün hər biri ayrı-ayrılıqda 0 olsun. Yəni A üstəgəl B çıx 17 bərabər 0. B üstəgəl C çıx 25 bərabər 0. A üstəgəl C çıxsın 18 bərabər 0. Belə yaza bilərik. A üstəgəl B 17'dir. B üstəgəl C 25'dir. A üstəgəl C bərabər 18'dir. Buradan bu altdakı 2 bərabərsiz tərəf-tərəfə çıxsaq, birinci olduğu kimi saxlayaq. A plus B 17. Buradan tərəf-tərəfə çıxsaq əgər A'dan B'ni çıxaq. A çıxsın B, C'lər 0 edir. 18'dən 25 isə -7. İndi isə alt-alta toplasaq 2A bərabərdir. Deməli 10, A bərabər 5. A tapdıq. Əgər A 5 isə B 12 olacaq, cəmi 17. A'nın da C'nin cəmi 18 olduğuna görə C'də 13 olacaq. 5, 12, 13 əgər üçbucağın tərəflərsə, deməli bu düzbucaqlı üçbucaqdır. Betönümüz 13, katetin biri 5, biri 12. Üçbucağın böyük hündürlüyü bildiyimiz kimi kiçik tərəfə çəkilən hündürlükdür. Kiçik tərəf 5'dir və 5 tərəfə çəkilən hündürlüyü də 12'dir. Deməli cavab 12 olacaq. Dördüncü sual. 2 paralel müstəvi arasındakı məsafə 6 cm-dir. Bu müstəvilər üzərində yerləşən 2 çarpı düzxət arasındakı məsafə. Deməli 2 dənə müstəvidir. Paralel belə də çəkə bilərik əslində biz bunu. Düzbucaqlı paralel formasında çəkək. 2 müstəvi arasındakı məsafə deyək ki, bunun hündürlüyü 6 cm-dir. Üstdəki müstəvinin
üzərində yerləşən çarpaz xətt deyək ki, bu formadadır. Bu düz xəttlə altda çarpaz xəttdə bu olsun. Bunlar arasındakı məsafəni soruşur. Bunlar arasındakı məsafə ilə bu parafetin hündürlüyü olacaq. Yəni məsafə eyni olacaq. Elə 6 sm. Yəni cavab E variantı. 5-ci sual. Deməli, integral ilə bağlıdır. 1-dən 8-ə verilib 14, 1-dən 13-ə 9, 8-dən 13-ə 4 olsun. Yəni, bunu belə yazaq. 1-dən 13-ə olan hissəni. Deməli, 1-dən 13-ə qədər fx dx-i necə parçalaya bilərik? Bərabərdir. Bu iki hissəyə ayıracağım. 1-dən 8-ə qədər fx dx. Üstəgəl 8-dən 13-ə kimi fx dx, yəni 2 yerə bölə bilərik. Bərabərdir. 1-dən 8-ə qədər hissə verilib 14. Üstəgəl 8-dən 13-ə qədər fx dx bərabərdir. Zaten bunun qiyməti 9-dur. Deməli 8-dən 13-ə qədər fx dx bərabər olacaq 9 çıxılsın olur. -5. Gətirib yerinə qoyuruq. 4 vurulsun -5 bərabər -20. C bəndi. 6-cı sual. A bərabərdir 5n, B bərabərdir 3n plus 6 və ardıcıl cüt natural ədədlərdir. Nəsə, buna belə deyim. Düzsə deməli, fərq 2 olacaq bunlar arasında. Fərq 6n çıx 4-lə 5n baxaq. Yəni, A çıx C arasındakı fərq 4 olacaq. Və A çıx B çıxısının A arasındakı fərq də 2 olacaq. Deməli, buradan 6 C çıxısının A daha doğrusu. Bəli. C çıxılsın A 4 olacaq. Yəni 6n çıxılsın 4 çıxılsın 5 n bərabərdir 4. Buradan n bərabərdir 8 alırıq. Onda A olur 40. B təbii ki 42 olacaq. C-dən 44. Buradan m-i tapa bilərik. 3n plus 6 bərabərdir 42. 3n bərabərdir 36. M bərabərdir 6. M də tapdıq. Bunda əkov 8, 6 bizdən soruşdu. Budur. 8, 6. Bunda əkovun yəni hər ikisinə bölünən kiçik ədəd 24 olacaq. Yəni E bənd. Sonra 7-ci sual. Modul A böyük bərabər 1 olduqda ifadəsini sadələşdirin. Burada kökün altındakı ifadəyə fikir versək, deməli, bu əslində 1 çıx 1 bölü A-nın mötərizə kvadratıdır. Bu da 1 üstəgəl 1 bölü A kvadratıdır. Buradan da modulu çıxaracaq. 1 çıxılsın A-da 1, çıxılsın 1 üstəgəl A-da 1. Və deyir ki, modul A 1-dən böyükdür. Məsələn, A-nın qiyməti 2 ola bilər, yəni. Məsələn, A bərabərdir 2 ola bilər. 2 şərti edir. Onda 1 çıxılsın 2-də 1, baxsaq, birinci modula müsbətdir. İkinci modula baxsaq, bu da müsbətdir. Müsbətsə biz modulu ilə olduğu kimi açacaq. 1 çıx A-da 1, çıxılsın 1 çıx olacaq. Qarşıda mənfi var, 1 A-da 1. Buradan birlər islah olar, bərabərdir mənfi A-da 2. Yəni E bəndi. 8-ci sual. 9 yeri olan sıraya 9 olan təsadüfi qaydada əyləşir. Onlardan Araz, Gündüz, Fərid. Araz, Gündüz, Fərid. Buna bir qəbul edirik. 9 nəfərdir, geriyə 6 nəfər qalır. Yəni, nömrələyək. 1, 2, 3, 4, 5, 6. 6 nəfər. Bunu elə bil ki, 3 nəfəri bağladıq. 1 nəfər hesab eləsək, o zaman 7 nəfər olacaq burada. Yəni, 3 nəfər, 1 nəfər qəbul eləsək, geriyə 6 nəfərlə birlikdə olacaq 7. O zaman bunların mümkün yer dəyişmələri olacaq 7 faktorial. Əlverişli Allahın sayını hələ ki yazıram. Bir də Araz, Gündüz, Fəridin öz aralarında yer dəyişməsi. Bu da 3 faktorial eləyəcək. Bütün mümkün hallarda təbii ki 9 nəfər olduğunda 9 faktorial bərabərdir. Bu 6-dır. Bu 9 faktorial vurulsun 8, bu 9. 7 faktorial vurulsun 8, vurulsun 9 yaza bilərik. 7 faktorial buradan qısa gedəcək. Burada 9-dan 6 ixtisar etsə 2, 3, 8, 2, 1, 4, 12-də 1. Yəni D bəndi.
9. M parametrinin hansı qiymətlərində tənliyin x1 və x2 kökləri bu şərti ödəyər? Bunu biz müxtəsər monoqruplara ayıra bilərik. x1 plus x2-nin mötərizə kvadratı çıx 2x1 x2 üstəgəl 2 kiçikdir 7m plus 7 vurulacaq. Deməli, köklərin cəmi verilən tənliyə baxırıq. M çıx 1-dir, yəni M çıx 1-in kvadratı. Hasili isə M çıx 2-dir. 2 vurulsun M çıxılsın 2 üstəgəl 2 kiçikdir 7m plus 7. Bunu da sadələşdirək. M kvadrat çıxılsın 2m üstəgəl 1 çıx 2m üstəgəl 4 üstəgəl 2 kiçikdir 7m üstəgəl 7. M kvadrat deməli 4m mənfi 4m o da 11m. Buradan da 4, 2, 6, 7 bunlar ixtisar gedir. İslah olur daha doğrusu. Bunlar 0'a bərabər. Kiçikdir 0. Buradan m mötərizə xanəsinə m çıxılsın 11. Kiçikdir 0. Köklər biri 0. Biri 11'dir. 0, 11. Demək burada müsbət, mənfi, müsbət yazırıq. İntervallar üstündən kiçik aralıqda dediyinə görə mənfi aralıq götürürük. Yəni bu 11'dir. 0, 11 aralığı. E bəndi. Deməli, cavab variantımız E variantı. 10-cu sual. Tənlilər sistemindən x-i tapın. Sadə tənlilər sistemidir. Məsələn, birinci bir tənliyi 3'ə vurarıq. 3 bölü x çıxılsın. 3 bölü y bərabər 3. Hər tərəfini 3'ə vurarıq. İkinci tənliyi olduğu kimi saxlayaq. 3 bölü y bərabər 4. Və tərəf toplayaq. O zaman 3 bölü y-lər islah olar. Burada da orta məsə gətirəcək. 2x da deməli 7 bərabər 7. 14x bərabər 7. X bərabər 2'də 1. Yəni 0,5. Burada variantda səhvlik edib. Yəni cavab V bəndi olacaq. Mənfisi yoxdur. 0,5. 11-ci sual. Tənliyi həll edin. Trigonometrik tənlikdir. Kosinus kvadratı 2x sağ tərəfə getirsək, tangens 2x bərabərdir. Sinus kvadratı 2x, yəni kosinus kvadratı 2x alınacaq. Sinus kvadratı üstəgəl kosinus kvadratı bildiyimiz kimi 1'dir. Onda tangens 2x bərabərdir 1 alınır. Tangens də 1'i bilirik ki pi bölü 4, yəni 45 də alır. Üstəgəl pi k yazırıq periodunu. Hər tərəfini 2'yə bölsək pi bölü 8 üstəgəl pi k bölünsün 2 olar. Yəni o zaman yox, pi bölü 8 pi k bölü 2 B variantı. 12-ci sual. İfadəsini sadələşdirin. Bu da sadə kompleks ədədlər arası sadə bir məsələdir. Burada sadəcə vurub açacaq mötərizələri. 2 çıxılsın i üstəgəl 4 i çıxılsın 2i kvadrat üstəgəl 1 2 də alır. 1 2'yə vuram. Üstəgəl i çıxılsın 4 i çıxılsın 2i kvadrat bərabərdir. 2 üstəgəl 3 i kvadrat mənfi 1 olduğu üçün kvadrat mənfi 1'dir. Bunu da üstəgəl 2 üstəgəl 2 çıx 3i bu da mənfi 1 burada da mənfi 1 yazıq üstəgəl 2 bu 3 ilər deməli nə qaldı 2 2 4 o da 4 8 deməli cavab A bəndə olacaq. Onun üçün sual parabolasının təpə nöqtəsinin koordinatları təpə nöqtəsinin düsturları deməli m bərabərdir mənfi x1 yaza bilərik, fərqi yoxdur. B bölünsün 2A bərabərdir mənfi. B'si 12'dir. 2 vurulsun A'sı da mənfi 3'dür. 6 mənfi 6. Mənfi 12 bölü mənfi 6 bərabərdir 2. Bu M. Zaten variantlarda bir dənədir. O birisini tapa da bilərik. Yerinə də qoya bilərik. Ya da düsturla yerinə qoysaq. Deməli mənfi 3 vurulsun. 2'nin kvadratı 4. Üstəgəl 12 vur 2. Çıxılsın 13. Mənfi 12 üstəgəl 24 çıxılsın 13 mənfi 25 üstəgəl 24 bərabər mənfi 1. Yenə də biz onsuz da burada x'i 2 olan sadəcə D variantı. 14-cü sual.
Ədəd silsilədə belə bir şərt verilib, S16-ını soruşur. Bunlar A5, A7, A10, A12-ni açmaq olar düstura görə. Amma belə də eləyə bilərik. A5 ilə A12. Baxın, A5 ilə A12 bərabərdir A7 ilə A10. Çünki indeks dərəcənin bərabərdirsə, özləri də bərabər. O zaman belə eləyə bilərik. Deməli, məsələn, A5 ilə A12-nin əvəzinə ya da A7 ilə A10-un əvəzinə deyək. Tamam. 2 dənə olacaq. 2 vurulsun A5 üstəgəl A12 bərabərdir 64. Onda A5 üstəgəl A12 32 eləyək. İndi S16-nı açsaq, deməli, A1 üstəgəl A16 bölünsün 2 vurulsun 16. Fikir verin. A5 üstəgəl A12 indekslərin cəmi 17-dir. Burada da indeks A1 üstəgəl A16, orada da indekslərin cəmi 17-dir. Və bu da 32-dir. Bölünsün 2 vurulsun 16 da 256. Yəni C bəndə olacaq. On beşinci sual. Kvadrat içərisinin vurğularına ayırın. Burada da köklərini də tapmaq olar və yaxud belə də vurğular normal. 3x kvadrat çıxsın 4x çıxsın 7. Bura bir 3x yazaq. Yəni vurğularını yazaq. 7, burada 7, 1 yazaq. 1 mənfi olacaq. Bu isə mənfi 4x olmalıdır. Deməli, bu mənfi olacaq. Mənfi 7x, 3x. Cəmi də mənfi 4x eləyir. Doğru. O zaman nə edirik? Qarşı-qarşıya toplanmış oluruq. 3x çıx 7, x plus 1. O zaman cavab olur E bəndi. 16-cı sual. Düzgün üstəgəl piramidanın təpədəki müstəvi uzağı 90 dərəcədir. Piramidanın tam səthin sayəsinin yan səthin sayəsinin nisbəti. Yəni, piramida quraq. Deməli, təpə bucağı, daha doğrusu, təpədəki müstəvi bucağı 90 dərəcədir. Düzgün isə, deməli, bunlar yan tərəflər bərabər olacaq. Tam səthin sayəsinin yan səthin sayəsinin nisbəti. Əvvəlcə yazaq burada. Tam səth bölünsün yan səth. Tam səth bilirik ki, yan səthlə oturacağın cəmidir. Oturacağın sayəsi bölünsün S yan bərabərdir. Bunu da ayırsaq 2 kəsirə. 1 üstəgəl S oturacaq. Bu S yan. Burada nisbət soruşduğuna görə biz sadəlik üçün tərəfləri 1 götürək, tilləri. Onda biz bicavlı üstüzatsa bu hipotenuz yəni alt oturacaq kökdə 2. Yəni bu bərabər tərəfin tərəfi kök altda 2 olar. Bizə bir də yan üzün hündürlüyü lazımdır. Apofem L. Bu da bərabərli üstüzatda deməli hündürlük median olur. Düz bicavlı üstüzatda medianda hipotenuzun yarısı olmuş olur. Yəni kök altda 2 bölünsün 2. Bunu da tapmış olduq. Gətirək burada yazaq. 1 üstəgəl oturacağın sahəsi. Deməli, düsturu yazıram öncə. A kvadrat köklü 3 böl 4'dür bildiyimiz kimi. O birisi də 2'də 1 P oturacaq vurulsun L'də. Səhv məxrəcini 4'ə vuraq öncə. Bu 2'lər getsin. Deməli, 1 üstəgəl. Oturacağın perimetri 3 kök altda 2. L kök altda 2 böl 2. Burada bir dənə də 2 var. 4'ə vurduğumuza görə. A kvadrat yəni 2 kök altda 2'nin kvadratı vurulsun kök altda 3. Tamam. Burada indi ixtisarlar aparaq. Kök altda 2'ni 2'də köklə bunlar zaten 1 eləyir. Bunlar da getdi. Qaldı 1 üstəgəl kök 3 bölünsün 3. Bu da bərabərdir orta məqsədiyyəti 3'də 3 üstəgəl kök altda 3. Yəni E variantı. 17-ci sual. Təzə meyvə qurudulduqda öz kütləsinin 82%-ni itirir. Nə qədər götürmək lazım ki, 27 kilogram quru meyvə alınsın. Əgər 82% itirirsə, o zaman 18% qalır. Yəni 27 tənəffüs quru 18%. Götürdüyümüz meyvə də deyək 100%. X bərabərdir. 27 vurulsun 100.
Deməli bölünsün 18. 9-a ixtisar edirik 3, 2. O da eləyər 150. Yəni C bəndi. 18. Silindrin ox kəsiyin sahəsi. Öncə silindrin ox kəsiyin sahəsini yadda salaq. Deməli, silindrin ox kəsiyi düzbucaqlıdır. Eni olur 2R, deyək ki, eni. Hündürü, bu da H. 2R, H, yəni uzunluq. Sahəsi 16/pi'dir. Bərabərdir 16/pi. Hərdən pi'yə vursaq 2pi'RH bərabərdir 16 olar. Bu elə yan səthidir. Yəni bu silindrin yan səthidir elə. Yəni cavab nəticədə 16 olmuş olur. 19. Tənlər sistemindən x plus y cəmini soruşur. Burada ikinci tənlikdən y bərabərdir 7 çıxsın 2x. Aparıb birinci tənliyi yerinə qoyaq. Bunu da belə yazaq. 2 üstü x, deməli 5 üstü x, 5 üstü y. Deməli burada yazacağıq 5 üstü 7 çıx 2x. Bərabərdir 20. Böləndə üstlər çıxılır. 2 üstü x vurulsun 5 üstü 7 çıx 2x çıx x. Bərabərdir. Bunu da belə yazaq. 2 üstü 4 vur 5. 2 üstü 2 vurulsun 5 kimi yaza bilərik. Burada alınır 2 üstü x vurulsun 5 üstü 7 çıxılsın 3x. Deməli 2 üstü 2, bu da 5 üstü 1. Buradan belə çıxı x 2'dir. Çünki 7 çıxı 3x də 1'ə bərabər olur x 2 olanda. Bizdən də x plus y soruşur. İkinci tənliyə baxaq. 2x üstəl y. Onu ayıraq. X üstəl y bərabərdir 7. Deməli x 2'dirsə x plus y də 5 olmuş olar. Deməli D variantı. 20. sual. Trapesiyanın diaqonalı orta xətti, deməli trapesiyanın orta xətti olsun. Diaqonal orta xətti 6 cm və 20 cm hissələrə bölünür. Orta xətt deməli tərəflərin ortasını birləşdirir. Böyük oturacağı soruşur. Burada fikir versək bu üçbucaq. Bu üçbucaqda orta xətt 20 görünür. 20 isə deməli oturacağın yarısı olur orta xətt. Deməli böyük oturacaq 40 cm olur. A variantı. 20. sual. Bərabərsin ən böyük tam həllini soruşur. Hər iki tərəf müsbət olduğuna görə kvadrata yüksəldə bilərəm. O zaman köklər itəcək. 2 çıxılsın 2 bölü x. Kiçikdir 4 bölü x. Kvadrata yüksəltdim. Sonra burada x 0-dan böyükdür bildiyimiz kimi. Məxrəcdə kök altında x var. Deməli x müsbətdir. Müsbətsə hər tərəfi x-ə vura bilərəm. 2x çıx 2 kiçikdir 4. 2x kiçikdir 6. X kiçikdir 3. Ən böyük tam həllini soruşur. 3-dən kiçik ən böyük tam həll təbii ki 2 olacaq. Yəni B variantı. 22. sual. Uyğun tərəfləri 14 və deməli belə yazaq. A1 14, A2 18. 2 dənə oxşar çoxbucaqlıdır. Kiçik çoxbucağının perimetri, yəni P1 70 isə böyük çoxbucağının perimetri P2. Təbii ki, nisbətlər bərabər olmalıdır. 14 bölü 18 bərabərdir 70 bölü P2. 5, 1, P2 bərabərdir 90. Yəni C bəndi. 23. C vektoru deməli D vektoru kolinear. Kolinear üçün nisbətlər bərabər olmalıdır. Yəni D vektoru 2, 1 isə deməli C vektorunu 2K şəklində yaza bilərik. Və modul C, yəni uzunluğu 10'dur. Kök altda 4K kvadrat üstəgəl K kvadrat bərabər kök altda 10. 5K kvadrat bərabər 10. Hətta bu kökləri silək. K kvadrat 2. Onda K bərabərdir. Müsbətini götürək. Kökdə 2 nisbətli onsuz. C vektorunun komponentlərinin hasili. Deməli C vektorumuz olacaq. 2 kök altda 2. Kök altda 2. Yenə deyirəm. Burada mənfi də götürsək hasil olduğuna görə fərq eləmir. Plus minus yazaq bura. Hasil 2 kök altda 2 vurulsun kök altda 2 bərabərdir 4. Cavab 4 olacaq. Burada. %24. sual. Bu da asan sualda bilirik ki, burada 43 ilə x-in cəmi 70 eləməlidir. X bərabərdir 70 43. Yəni 27 dərəcə.
Oldu 27. Sonra 25. Bir çık kosinüs. Belə bir şey deməli sinus kvadratı x'in açılışını bilirik. 1 çık kosinüs 2x bölünsün 2'dir. Deməli 1 çık kosinüs 2x bərabər 2 sinus kvadrat x yaza bilərəm. Aparıb yerinə qoyaq. Limit x sıfıra yaxınlaşanda 2 sinus kvadratı 2x yox x sinus 2x məxrəci onda 2 sinus x kosinus x açaq bunu düsturuna. Deməli bərabərdir. İkiləri getdi. Bunlar da getmiş olur. Biri qaldı. Sinus böl kosinus qaldı. O da tangens. Deməli limit x yaxınlaşır sonsuzluğa. Tangens x böl x qaldı. Bu da birinci görkəm limit xassəsinə, yəni düsturuna görə 1-ə bərabər olacaq. Deməli 1. 26-cı sual. İfadəsinin qiyməti. Kök altda 5 dərəcə şəklini çevirək bunları. Loqaritm 5/2 yazırıq. Sinus pi böl 7 vurulsun. Bunu da yazaq belə. Sinus pi böl 7 üstündə 2/1 kökdür bu. 5 bərabər. Dərəcələr qarşı keçir. 2/1 qarşısında tərsinə olacaq. 1/2. Burada da 2/1 var. O da qarşı keçir. 1/2 qarşıda yazaq. Qalacaq loqaritm 5 əsasdan sinus pi böl 7. O birisi də pi böl 7 əsasdan 5. Yəni bu 1 eləyəcək bir-birinin tərsi. Bu da 8. Demək cavab 8. 27-ci sual. Törəmə ilə bağlıdır. Birincinin törəməsi tapaq. F' yazaq elə F'. 3 kosinus x. Yəni mənfi 3 sinus x eləyəcək. Kosinusun törəməsi 7x'in törəməsi 7'dir. Baxaq. Sıfırda yəqin ki 0 olacaq. 1'də sinus 1'i bilmirik. 0 qoysaq sinusun yerinə verəcək 7. Deməli D variantı olacaq. 1'ə D. Bunu ayıraq. 1'ə D. İkinci törəməni alaq. X kubu 3x kvadrat 2x yəni 2. 11'in törəməsi 0'dır, buna dəymirik. 1 yazsaq 5 olur. X'in yerinə 1 qoysaq 5 alınır. Burada B variantı. 0 da qoyaq. 0 da var. 0 qoysaq 2 olur. Bəli, B, C. 3'ə baxaq. Törəmə alaq. Deməli 2x üstə 2 üstə x'in törəməsi 2 üstə x ln 2'dir. Bu ln'lə bağlı olacaq. Ya 1 qoysaq f' 1 bərabərdir 2 üstə 2 ln 2. Bu yoxdur. 0 qoyaq. 0 üstə 2 üstə 0 ln 2. 2 üstə 0 1'dir. Ln 2 qalacaq. E variantı. Deməli 3'ə D. 1'ə D, 2'ə B, C. 3'ə E variantı. 28-ci sual bu. Həlli tələb olunan sualdır. 9 oğlan və 6 qız şagirdin olduğu sinifdə yarışda iştirak etmək üçün 3 nəfərdən ibarət komanda seçilməlidir. Tərkibində həm oğlan, həm də qız olmalıdır. Neçə dənə belə komanda yaratmaq olar? 3 nəfərdirsə, ya 2 qız, 1 oğlandır, ya da ki 1 oğlan, 1 qız, 2 oğlan. 2 qız, 1 oğlanı necə seçə bilərik? Deməli, kombinazon eləyəcək. Kombinazon 2 dənə qız seçirəm. 6'dan 2 vurulsun. Bir dənə də oğlan lazımdır. 9'dan 1. 1 qız, 2 oğlan da 6'dan 1 vurulsun. 9'dan 2 bu şəkildə seçirəm. Birincini həll eləsək, deməli 6, 5, 1, 2, 9 eləyir. Bunları toplamalıyıq. Üstə gəl 6. Sadəcə 6. Vurulsun 9, 8. Bölünsün 1 vur 2. Deməli 15 vur 9 üstə gəl 36 72 bərabərdir 104 yadda 13 135 üstə gəl
216, bu da 1, 5, 3. 351. Deməli 351 dənə komanda düzəltmək olar. 29-cu sual. Deməli ABC dördbucaqlısında AC diaqonalı DM parçası ilə M nöqtəsində kəsişir. Yaxşı. DM BC-yə paraleldir, belə yazaq, yadda qalsın. NM-dən MD 4-dür, yəni K yazaq, bu da 4K olacaq. AM-nin sahəsi 1-dir, DMC-nin sahəsi 8-dir, ABC-nin sahəsi soruşur. Tərəflərin nisbəti bilirik ki, sahələr nisbəti belə, yəni hündürlər eyni uzaqda. Burada biz üçbucaq AND üçbucağına baxaq öncə. Burada sahələr nisbəti, yəni AM-nin sahəsi 1 bölünsün SAMD bərabərdir K böl 4K. Onda buradan belə çıxır ki, SAMD bərabərdir nəyə? 4-ə. Bunu da tapdıq. Eyni qaydanı üçbucaq ACD-də tətbiq edək. Deməli 4 böl 8 sahələr nisbəti AM böl MC də bərabərdir 1 böl 2. Yaxşı, indi bunu belə yazaq. Buna x götürək, AM. MC olsun 2x. İndi qaydırıq nəyə? ABC üçbucağına baxırıq. ABC üçbucağına isə oxşarlıq tətbiq edir. Çünki MN-lə BC paraleldir. Paraleldirsə burada üçbucaq ABC ilə balaca AM-in üçbucağı oxşardır. Əgər bunlar oxşardırsa, üçbucaq AM-in, o zaman sahələr nisbəti, yəni SABC bölünsün 1, sahələr nisbəti. Tərəflər nisbətini, yəni ABC-nin tərəfi AC-dir, 3x. Bölünsün AM-nin sayısı x kvadratı. Onda SABC olacaq 9. Deməli, cavab 9 oldu. 30. Düzlər üçün xaricinə çəkilmiş çevrən radiusu R. Daxilə çevrən radiusu balaca R. Onlar son perimetrinin olduğunu ispat edin. Cürbəcür yollarla ispat eləmək olar. Birinci bunu deyək ki, böyük R, yəni xarici çəkilmiş çevrən radiusu C bölü 2-dir. C dediyimiz, yəni bu hipotenuz C olsun, C. Katetlər AB. Balaca R A üstə gəl B çıx C bölünsün 2-dir. Perimetr A plus B plus C A plus B plus C'dir. Əslində bunları tapıb yerinə qoysaq həll olacaq. Deməli C bərabərdir 2 yerə. Buradan A plus B çıx C də 2 yerdir. Yəni A plus B 2R üstə gəl C'dir. Gətirək qoyaq. A üstə gəl B-nin yerinə 2R üstə gəl C. 2R üstə gəl C. Burada da C-nin yerinə 2R yazaq. Bu da bərabərdir 2R üstə gəl C-nin yerinə yenə 2R yazırıq. Üstə gəl 2R. Yəni 2R üstə gəl 4R. Buradan 2-ni çıxarsaq qalar R üstə gəl 2R. Və ispat olundu. Bu cür sınaqları və testləri, izahlarını, sınaqların özlərini əldə eləmək istəyirsinizsə, sınaqların izahlarına baxmaq istəyirsinizsə, bizim WhatsApp qrupuna qoşula bilərsiniz. Deməli, burada gördüyünüz nömrəyə yaza bilərsiniz. Bütün sınaqlar bizdədir.